öz əllərimizlə tutmuşuq, hörmüşük. Coşqun bu evdə böyüyür. Bəli, uşaqlıqdan buradan 2016-cı ildə bu vəziyyətdə, bu da nəm su girirdi. Orada su belə axırdı divarlardan. Bu şəraitdə böyüdüm, əsgər böyüdümüşəm həvəslə. Vətənə, dövlətə, yüksək xidmətlə bu şəraitdə böyüdümüşəm. Heç kim də bilməyib. Az günümüz də olub, yoxsul günlərimiz də. Yaxşı günüm olsaydı burada, bunda niyə yatırdım? Bizi məhv elədi bu yer. Yoldaşım, uşaqlarım bura məhv elədi. Üstdən də damırdı, görsən. Bura bax, üstdən də daşırdı. Ləyən qoyurduq bura. Vedrə, ləyən, qurd qoyurduq. Uşaqlar bir şişirdi, burada yatırdı. Bura su tökülürdü. Bir ana yığılıb, donmuşub yatırdılar yerdə. Bizi məhv eləyən bu otda baxan olmadı. Su girirdi, bura kimi su. Sapoqla burada qalırdıq. Bu vəziyyətdə qalırdıq. Ağır-acı vəziyyət. Ondan sonra zor günlər. Ondan sonra az susuz günlər. Baxma, mən zağar adam olmamışam. Yəni ki, keçmişimi unudan olmamışam. Kasıb olmuşam, yoxsul olmuşam. Öz əllərimin zəhməti ilə böyütmüşəm uşaqlarıma. Kiminsə qapısına gedib deməmişəm, mənə un ver, çörək ver, su ver. Heç kimin qapısını kəsməmişəm. Gedmişəm onun bunun qapısında üzr istəyirəm bütün xalqımdan millət. Pox-pusur atmışam ki, öz zəhmətimlə, halal çörəklə dövlətimə, xalqıma evlad böyütdüm ki, vətənpərvər olar da. Uşaqlarım da mənə söz verdi. Sən necə mükafatla qutarıb gəlmişsən, səninlə fəxr eləyirik. Bax, sən də bizimlə fəxr eləyəsən. Biz də mükafatlarla qayıdacaq. Biz də sənin başı ucu eləyəcək. Dövlətimi, bayrağımı, torpağımı sevəcəm. Bax, elə də elədilər. Sağ olsunlar. Üzləri ağ olsun. Allah məkanın cənnət eləsin. Mən uşağımla fəxr elədim. Uşağım heç vaxt bir addım geri atmadı. Yaralı, morf vura döyüşdü. Ki, mənim əsgər yoldaşlarım, qardaşlarım çətin durumdadır. Mən heç vaxt hospitalda, xəstəxanada yata bilmərəm. Onunla döyüşdü, gəldi. Nə qədər müddət xəstə yatdı? Döyüşlərdə olanda 25 gün komadan ailən kimi ərzə yazdı, genə getdi. Könüllü genə getdi. Dedi, mən qala bilmərəm. Mənim döyüş yoldaşlarım ağır vəziyyətdədir, yaralı vəziyyətdədir. Mən bu vəziyyətdə necə burada yata bilərəm? Getdi, döyüşdü, üstündən bir həftə keçmədi, genə gəldi, hospitala düşdü. Bir həftə genə hospitalda qaldı, genə qaçdı. Genə 3-4 də belə döyüşə hospitalda yatdı. O bu cür yadından çıxdı, o uşağı gözümün qabağına getmir onun ağır günləri, imdad elədiyi günləri ki, ölmək istəmirəm, yaşamaq istəyirəm, köməksiz vəziyyətdəyəm, onsuz da çarəsizəm gedirəm. Onlar yadıma düşür, psixologiyam pozulur. Son olaraq nə dedi atası? Bax, nə dedi siz atasısız? Artıq son ölüm günü mənə dedi ki, artıq heç kim kömək eləmir. Çarəsizəm. Heç kim baxmır, heç kim nahara yoxdur. Bir dənə Nuranə xanımdır, Nuranə xaladır, dəstək olan. O da əlindən təkdə heç gəlmir. Kim üçün döyüşmüşü bilmirik. Budur bizə hörmət, qiymət. Bunu dedi. Ölsəydim, şəhid olsaydım bundan yaxşı idi. Ata, nə sən əziyyət çəkərdin? Nə mən bu zülümləri yaşamazdım dedi. Mən də təbii ki, ürək dilə vermək üçün dedim ki, bala, vətən sağ olsun, dövlətimiz sağ olsun. İndi baxmır, biz o deyir ki, baxmayaq. Allah bizi qiymətləndirsin dedim. Ki, inşallah yaxşı olatsan, qalxatsan ayağa. Dedi, yox, yalandan təsəlli versən. Nə xalq, heç kim yanımızda deyil, çarəsizlik. Bunu dedi. Vəssalam. Artıq ümidim yox. Hə, ümidim yoxdur, artıq gedirəm. Artıq hamıdan da, hər şeydən də ümidim üzmüşəm. Sən də artıq çökmüsən, yorulmuşsan, yoxsulluq, bir yandan mənim yükümü daşımaq, bir yandan gecə-gündüz yuxusuzluq, onunla əsəb keçir, bununla hara geçsən əsəblə, hangi xəstəxanaya geçsən üzümüzə qapını bağlayırlar. Budur bizim qiymətimiz, budur bizim döyüşçümüz, budur xalqımızın bizə qoyduğu qiymət. Bunu dedi artıq, yorulmuşdu. Heç olmaya ata, qardaşım da ağır vəziyyətlədir, ondan müğayət ol. Gələn kimi belə nəyin var, köynəyin də olsa, nəyin olsa sat ki, onu malcə elətdir. Hal-hazırda oğlunuz əskərlikdədir. Hardadır? Kəlbəcər bölükdə xidmət edir. Hal-hazırda gətirmişəm. O sağ olsun komandirləri, qardaşı rəhmətə getdiyinə, nəzərə aldığına öz maşınlarına qoydular, gətirdilər. Hal-hazırda bu saat bu Zeynalov Daşqın Çingizoğlu qazinin
rəhmətli qazinin qardaşı hal-hazırda o da xəstədir. Bu gün xəstəxanaya aparmışam. Ağır durumdadır. Cigərlərində problem çoxdur və böyürlərində atqaz gedir. Hal-hazırda ağır durumdadır. Sabah yenə də məclisim qoyub onu xəstəxanaya çatdırmalıyam. Ağır durumdadır. Renginin kağızlarını götürməliyəm ki, ananızın kağızlarını götürməliyəm ki, müalicə yazıb müalicə elətdirəm. Borc xərc eləyəm onu da. Bu vəziyyət gözümün ağı qarası bir dənə bu qaldı. Bir dənə bu qaldı. Bunu da mən bugün Nazirlikdən, Müdafiə Nazirliyi Zakir Həsənovdan xahiş eləyəcəm. Cəlilabad Komissarlığından xahiş eləyəcəm. 2 ay qalıb qurtarmağa mənə yox, onu papalində, həkimlərin rəyi ilə aparsınlar, papalində yatırsınlar. Sağlamlığı neçə olmuşsa, bir dənə gözümün ağı qarası bu qaldı. Heç olmaya ailəm getdi, bir uşağım getdi. Heç olmaya bu uşağıma dəstək olsunlar. Kömək istəyirəm. Vətən üçün vermişəm. Vətən bir uşağıma baxmadı, mənə baxmadı. 5 il döyüşdə oldum. Gözümün ağı qarası tək qalmışam. Bir dənə də bu uşağımdır. Bu da indi çəkətsən görətsən nə gündədir. Qışlar tutulub getmir. Bu necə orada xidmət edib? Əskəri fəxrlə xidmət edən erməninin qabağında dik duran əskər bugün ağır durumdadır. Bunun cigarında, böyrəklərində atqaz gedir. Heç olmasa bunu nəzarətə götürün. Bir dənə vahid bir oğlum qaldı. Bunu heç olmasa nəzarətə götürün, müalicə elətdirin papalində. Bu cür yarasız yerdə vətənpərvər evlatlar yetişdirdim. Bu ağracı vəziyyətdə, yoxsul vəziyyətdə, küçələrdə at-susuz. Yenə də deyirəm, sənin sayında bu vaxta kimi xəstəxanada, özün görürdün də, onkoloji xəstəxanada götürmürdü. Sizin sayənizdə, qazilərimizin sayəsində, məsəl üçün, yatsızdırdılar. Bu vaxta kimi ancaq gecikdirdilər, düzgün müalicə getmədi. Müalicəsi var idi, gedərdi müalicəsi. Prosta baxımsız, pulsuz, ağracı, kimsəsiz vəziyyətdə bugün həyatını itirdi.